Rədalar təlim videosuna bir daha xoş gəldiniz. Bu təlim videosunda uşaqlar Crypto Wallet üzərindən necə işləmlər açıram, əməliyyat açıram, onu izah edəcəm. Deməli, birinci növbədə uşaqlar mənə lazım olan Bitcoin qrafikidir və Bitcoin da bildiyimiz kimi Bitcoinin düşüb qalxması ilə birlikdə çox coinlar var, hansı ki uşaqlar onlar bununla birlikdə yəni düşüb qalxa bilirlər, yəni buna bağlıdırlar, Bitcoinə bağlıdırlar. Ona görə biz nə edirik? Birinci növbədə Bitcoinin hərəkətinə baxırıq uşaqlar və sonra keçirik biz hansı kripto üzərində ticarət edəcəyik ona baxmağa. Deməli, bizdə burada su idi və XRP-dir. Deməli, uşaqlar, mən XRP-də əməliyyat açmaq istəyirəmsə, birinci növbədə Bitcoin nəzər edirəm. Bitcoinin düşüşünü gördüyüm anda belə deyək, XRP-yə də yönəlirim və XRP-də əməliyyat açmaq istəyirəmsə, birinci növbədə qrafik analiz edirəm və bizə lazım olan data analitikadan biri uşaqlar CoinClass-dır və CoinClass-a keçirik. Biz buradan data analitika qisminə keçirik. Burada balinaların alışları, satışları və burada orderlər mövcuddur və biz bura keçid edirik. Deməli, biz bura keçid edəndən sonra uşaqlar bizə lazım olan hansı ticarət coin üzərində ticarət edəcəyik, onu baxırıq, analiz edirik daha doğrusu. XRP deməli. XRP-yə keçid edirik uşaqlar. Deməli, uşaqlar, XRP-yə keçid etdik. Buradan biz hansı time frame-də analiz etməliyik, birinci növbədə ona baxırıq. Buradakı futures qismini də aktiv edirik və burada spot və futures ticarəti uşaqlar mövcuddur və burada balinalar yer alırlar. Yəni, bunlar balinalardır, alıcılar görürsünüz uşaqlar burada və burada diqqətli şəkildə baxanda uşaqlar buradan güclü şəkildə alımlar gerçəkləşib və burada daha çox alımlar olacaq deyə buralara qədər rahat şəkildə düşə bilər və biz keçək buna 1 saatlıq qrafikdə baxaq. Görə 1 saatlıqda bizim nəyimiz var burada. Deməli, hal-hazırda keçdik 1 saatlıq qrafikə. Bunu refresh edək, yeniləyək. Okay. Əla. Biz 1 saatlıq grafikdə inşallah belə bir görüntü ilə qarşılaşırıq. Burada isə bizə lazım olan, deməli, bunu yeniləyək, keçək bir daha 1 saatlığa. Deməli, uşaqlar, bizə burada lazım olan 1 saatlıqda diqqətli şəkildə baxanda, uşaqlar, biz buradan nə görə bilirik? Biz buradan görürük ki, bunları da qeyd edək əlavə olaraq. 1 saatlıqda uşaqlar güclü alımların baş verdiyini burada şahidik və belə bir düşüşdən sonra belə bir yüksəliş baş verib burada uşaqlar və mən düşünürəm buradan korreksiya edib geri dönümü olacaq və keçək biz qrafik üzərinə. Burada isə uşaqlar bizim güclü zonamız var, hansı ki bu böyük time frame-də bizim FVG-mizdir. FVG-nin içərisinə daxil olub, yenidən qayıdıb və buradan yuxarı yönlü bir ticarət gerçəkləşə bilər və buradan biz nə görə bilərik? Mən şəxsən buradan xırda bir Elliot dalğa nəzəriyyəsini görürəm uşaqlar. Belə bir nəzəriyyəmiz var burada. Deməli, 5-ci dalğa bura qədər gedib və bizə lazım olan ABC dalğasıdır. Deməli, biz isə buradan A dalğasını nəzər edirik, B dalğasını və C dalğasını. Yəni, bizim burada, əgərlər biz buradakı breakout qırılmadan əməliyyat işləm açsaydıq, biz əlbəttə ki, buradan B dalğasından əməliyyat açardıq C dalğasına qədər. Çünki 3-cü və 5-ci dalğa kimi inşallah C dalğası da böyük dalğa nəzəriyyəsidir və bu dalğa həqiqətən də bizim gözəl profit əldə etməyimizə imkan verir. Və biz buradan belə bir yaxınlaşıq qrafikə. Bizim qrafikimiz hal-hazırda 15 dəqiqəli idi. Biz buradan keçirik 1 saatlıq qrafikə. Mən günlük analiz eləmirəm, çünki günlük analiz eləmişəm qrafiklərdə, ona görə təyinatlarım qalıb yerindədir və bizim burada böyük Elliot dalğa nəzəriyyəmiz var və B dalğasından C dalğasına qədər düşüşü gerçəkləşib. Düzdür, mən bura təyin etmişəm, amma bura qədər gəlib C dalğası bizdə. Amma yenə də C dalğası uşaqlar gəlib və biz buradan işləm açmışıq, xeyrimizi götürmüşük bu bir qırağa. Deməli, biz bura yaxınlaşırıq. Bizə lazım olan burada olan boşluqdur, amma burada olan boşluq bir o qədər də bizim işimizi yaramayacaq. Ona görə biz buradan düşünə bilərik. Buradan order blok zonasını təyin edib uşaqlar. Deməli, bizə lazım olan buradakı order blok zonamızı təyin edirik. Və uşaqlar, mən düşünürəm
order blok zonasından belə bir yuxarı əməliyyat açardım mən. Order blok zonasına toxunuşdan sonra inşallah belə bir buradakı maksimum zonaya qədər inşallah buradakı direnç zonasına qədər profitimi götürərdim. Stop lossumu isə order blok zonasından biraz aşağı qoyardım. Fitilatar sərgəlləri bizi stop eləməsin. Keçək 15 dəqiqəliyə. On 15 dəqiqədə isə bizim qarşımıza belə bir qrafik çıxır. Mən düşünürəm ki, onlar belə bir düşüşdən sonra belə bir yüksəliş olacağını düşünürəm və burada bizim həqiqətən də gözəl bir zonamız var. Həmin zonaya toxunuşdan sonra inşallah biz düşünürük ki, yuxarı gedəcək. Ona görə bunu təyin edə bilərik. İndi isə keçək biz buradan. Deməli, bizə lazım olan Bitcoin-də də biraz analiz etməkdir və inşallah biz Bitcoin-də də analiz edək. Burada bizim FVG zonamız var inşallah. Deməli, buradakı FVG zonasına toxunuşlar mövcud olmayıb və ona görə inşallah mən düşünürəm ki, bu buralığa toxunuşdan sonra inşallah bir daha yuxarı yönlü işləm açmaq olar. Bu mənim fikrimdir. Hərə bir cür analiz edir inşallah. O demək deyil sizin etdiyiniz analiz yanlışdır. Sadəcə strategiyanız düzgün olmaya bilər. Həmin strategiyanı təkmilləşdirmək də mümkündür. Yəni ən əsası inşallah stop loss, take profit təyinatlarımızı düzgün təyin etməkdir. Yəni bu ticarət sahəsində. Çünki bir də görürsən elə bir analiz edərsən ki, belə bir şey deyim sizə. Deməli, inşallah bir də görərsən ki, elə bir analiz edərsən ki, sən buralığa deyək ki, stop lossu bura qoymusan, amma bura deyil. Bu gələr səni burada stop edər və geri dönüş edib gedə bilər. Ona görə burada etdiyin analiz sənin yanlış deyil. Sadəcə olaraq sənin stop, belə deyək, stop təyinatın yanlışdır. Onu düzəltmək lazımdır. Stopla hara yerləşdirmək olar və ən əsası da inşallah bizə take profit zonası mütləq lazımdır. Çünki take profit zonası əlbəttə ki, bizim üçün gözəl kar verə bilir. Ona görə bunu nəzər etmək lazımdır. Burada gördüyümüz kimi inşallah belə bir çiyinlər və baş yaradıb və buradan düşüşlər baş verə bilər. Hətta yuxarı qalxıb buralara qədər gəlmə ehtimalı var. Sadəcə olaraq mən düşünürəm ki, belə bir düşüşdən sonra ən azından burada yeni bir təpə yaratsın, belə bir trend zonasından və bir daha belə bir düşə bilər. Ona görə mən belə düşündüm, belə bir işləmə keçəcəm inşallah. Hərə bir cür ticarət edir, mən də bu cür ticarət edirəm. Mən profitimi bir tık da aşağı çəkmək istəyirəm, riskimi düzgün idarə etmək istəyirəm. Buradakı zonalara qədər əgərlər buranın qırılması baş veribsə, geri qayıdışda inşallah buradakı güclü trend zonasına dəyib, bir daha geri qaydanda, yəni dəyəndə biz buradan profitimizi götürəcəyik. Oldu uşaqlar, bu təlim videosu bu qədər. Belə deyək, əməliyyatımız bizim açmış əməliyyatımızın nə baş verdiyini növbəti videoda sizə göstərəcəm. Oldu uşaqlar, özünüzə müğayət olun. Əsədə sağlam olun, sağlam qalın. Allah'a əmanət olun. Təlim videosuna bir daha xoş gəldiniz. İnşallah bundan əvvəl çəkdiyim videoda deməli biz XRP və Bitcoin üzərindən əməliyyat açmışdıq və bu isə bizim nəticələrimizdir. Deməli biz XRP-də belə bir long gözləyirdik. İnşallah hal-hazırda işləm davam edir. Amma mən buradan işləmi bağlamışam. Buradan karımı götürüb geri çəkilmə etmişəm. Çünki mən düşündüm ki, belə bir qırılmadan sonra aşağı belə düşüş gələr və burada zaman gedəcək. Ona görə buradan profitimi götürüb geri çəkilmə etmişəm və bu əməliyyatda bizim inşallah əlbəttə ki, CoinClass-da data analitika üzərindən biz Binance-ların alıq satqı üzərindən biz yön alıb işləmlərə keçmişdik və ən əsası da Bitcoin-ın yüksəlişini düşündüyümüz üçün də XRP-də belə bir yüksəliş olacağını düşündük və bizim də burada order blok zonamız var idi və həmin order blok zonasından bizim əməliyyatımız açıldı və biz profitimizi götürüb geri çəkilmə etdik. İndi isə keçək növbəti əməliyyatımıza. Növbəti əməliyyatımız isə Bitcoin üzərinə idi və belə bir qırılmadan sonra Elliott dalğa nəzəriyyəsindən sonra ABC dalğasından sonra belə bir düşüşdən sonra inşallah və burada da FVG zonamız var idi. Hansı ki bu FVG zonasına toxunuşdan sonra
buradakı litki səviyyəsini aldıqdan sonra uşaqlar yüksələcəyini düşündük və əlbəttə ki, CoinClass üzərindən də nəzər elədik. Uşaqlar güclü alışların olduğunu düşündük və belə bir işlem açdıq və bu işləmimiz də bizim uğurlu oldu. Oldu uşaqlar, özünə müqayət olun, əsl olun, sağlam olun, sağlam qalın.